Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve sena lillah Rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Artık Ramazan ayının 24. günündeyiz. Allah tuttuğumuz oruçları kabul eləsin, ettiğimiz duaları kabul eləsin, günahlarımızı bağışlasın. Niyyət hər bir əməl üçün mühüm şərtlərdəndir. Çünki bir əməlin ixlaslı olub olmamağı niyyətə bağlıdır. Bir əməlin Allah üçün, Allahın razılığı üçün qürbətən ilallah olub olmamağı niyyətə bağlıdır. Bir əməlin riya üzündən olmağı da hətta belə niyyətə bağlıdır. Yəni bütün əməllər niyyətdən asılıdır. O əməl ki, o əməlin niyyəti Allahın razılığı üçündür, qürbətən illallahdır. O əməl öz sahibini nurlandırar. O əməl öz sahibinin imanını kamilləşdirər, imanının əxlaqını kamilləşdirər, imanının mənəviyyatını gözəlləşdirər. O əməl öz sahibinə izzət verər. Çünki mömin olan şəxs Allah üçün iş görər. Qürbətən ilallah, Allahın rizası üçün, Allahın razılığını əldə etmək üçün o işi görər. Allah da Qur'an-ı Kərimdə buyurur ki: وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ. Bir izzət Allaha, onun peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər. Həqiqətən də Allah üçün görülən əməllər və o əməllərin sahibi Allah yanında izzətli olar. Allah onu əziz edər. Biz Ramazan ayının 24-cü günün duasında da Allahın razı olduğu əməlləri yerinə yetirməyi Allahdan istəyirik. Allahümme inni əs'əluka fihi mə yurdikə. İlahi, səndən o əməlləri istəyirəm ki, o əməllər sənin razılığına səbəb olar. Yəni, sənin razılığına səbəb olan əməlləri səndən istəyirəm. Dedik ki, niyyət əməllərdə mühüm şərtlərdən biridir. Yəni, Allahın razılığı olub olmaması üçün niyyət mühüm bir şərtdir. Yəni, qürbətən ilallah olması üçün. Bəs Allahın razılığı olan əməllər hansılardır? Yəni, hansı əməllərdir ki, Allah o əməllərdən razıdır? Bu haqda nəql olunan bir neçə hədisi qeyd etmək istəyirəm. O hədislərin birində Əmir al-Müminin əleyhissalam buyurur: "Səlatu yubliğnə bil-abdi ridvanallah." 3 əməl var ki, o əməl bəndəni Allahın razılığına çatdırar, Allahın razılığına aparar. Onlardan biri kəthratul istiğfar, çoxlu tövbə etmək. İnsan tövbə edərkən özünü aciz bilir. Yəni, etdiyi günahları bağışlayan birinə sığınır. Özünü zəif bilir və onun günahlarını bağışlayana uca bilir, əzəmətli bilir. Ona görə tövbə etməyin insanın yəni imanında olan rollarından biri budur ki, Allaha aparır. Yəni, Allahın razılığını əldə etmək üçün bir vasitədir. Sonra buyurur və xafdul cənib, bir də təvazökarlıq etmək. Yəni, insan nə qədər də imkanlı olar, nə qədər də var dövləti olar, nə qədər də güclü olarsa, bir dənə bunu anlamalıdır ki, onun gücünün, varının, dövlətinin qarşısında Allahın gücü, qüvvəti daha böyükdür. Yəni, onun gücü, varı, dövləti Allahın qüdrətində, Allahın mülkünün müqabilində zərrənin zərrəsidir. Yəni, yox olacaq bir həddədir. Ona görə təvazökarlıq insanı Allahın razılığına aparır. Və kəthratus sədəqə, bir də çoxlu sədəqə vermək. Bu 3 əməl Əmir al-Müminin əleyhissalam buyurur ki, bəndəni Allahın razılığına aparar. Başqa bir hədisdə Əmir al-Müminin əleyhissalam buyurur: İnnallaha təbaraka və təala əxvə arba'atan fil arba'ati. Allah 4 şeydə qərar verir, gizli qərar verir. Onlardan biri əxfa ridahu fi ta'atihi. Allah öz razılığını ona itaətdə gizli qərar verir. Yəni, o əməllər ki, itaət sayılır Allaha, Allah öz razılığını o itaətdə, o əməllərdə gizli qərar verir. Fəla təsxirənnə şeyə min taətihi. Allaha itaətdə o əməlləri kiçik sanmayın.
Məsələn, belə zənn etməyin ki, belə düşünməyin ki, o əməlin savabı azdır, mən bunu etməyim, o bir əməlin savabı çoxdur, mən onu edim. Xeyr. Əmir-əl-Möminin bizə onu bildirir ki, Allah öz razılığını ona itaətdə, yəni bütün əməllərdə gizli qərar verib. Ona görə hansısa bir əməli kiçik sanmayın. فَرُبَّمَا وَافَقَ رَضَاهُ وَأَنْتَ لَا تَعْلَمُ. Ola bilər ki, sənin kiçik sandığın o əməl ki var, Allah öz razılığını orada məxfi qərar verib, sən onu bilmərsən. Ona görə o əməllər ki, Allahın razılığını əldə etmək üçün, yəni bir vasitədir, o əməlləri bacardığı qədər insan gərək onları yerinə yetirsin. Başqa bir hədis nəql olunur. Deyir, Loğman əleyhissalam öz oğluna belə bir nəsihət edir, tövsiyə edir. Yə bunəyyə, mən yurid ridvanəllah, ey mənim əziz oğlum, hər kim Allahın razılığını istəyirsə, yəni o şəxs ki, Allahın razılığını əldə etmək istəyir ki, Allahın razılığı ən böyük bir məqamdır, ridvanullah. Yəni Allahın razılığı, Allahın bəndədən razı olması ən böyük, ən əzəmətli, ən uca məqamlardan biridir bəndə üçün. Yusxit nəfsahu kəthirən. Bu zaman insan, yəni həmin o bəndə öz nəfsinə qəzəblənməlidir. Gözəl bir cümlədir. Deyir, Allahın razılığını əldə etmək üçün insan öz nəfsinə çox qəzəblənməlidir. Yəni, nəfsinin istəklərini boğmalıdır. Allahın istəklərini qabağa çəkməlidir. O şəxs ki, nəfsi ilə, belə deyək, mübarizə aparırsa, nəfsinin istəklərinin qarşısında qəzəbli olursa, o şəxs Allahın razılığını əldə etmiş olar. وَمَنْ لَا يُسْخِتْ نَفْسَهُ لَا يَرْضَى بِهِ. Deyir, hər kim öz nəfsinə qəzəbli olmasa, nəfsini boğmasa, nəfsinin istəklərinə qarşı qəzəbli olmasa, Allah ondan razı olmaz. Yəni, Allahın razılığını önə çəkib, öz nəfsinin razılığını boğmaq yəni insanı Allahın razılığına aparır. Bu mövzuda hədislər çoxdur. Yəni, çox hədislər nəql olunur Peyğəmbərdən, Əhl-i Beytdən ki, Allahın razılığına səbəb olan əməllər hansılardır ki, bir neçəsini nəql etdik. Ümumi olaraq, yəni belə bir nəticə əldə etmək olar ki, bütün gözəl əməllər, bütün gözəl bəyənilən əməlləri yerinə yetirmək Allahın razılığına səbəb olar. Yəni, nə qədər ki, o gözəl əməllər var, yaxşı əməllər var, onları yerinə yetirmək Allahın razılığına səbəb olar. Amma o razılığa səbəb olmaq üçün əsas şərt nədir? Dedik ki, niyyətdir. Yəni, əməlin gözəl olmasına baxmayaraq, əgər orada niyyət saf olmasa, xalis olmasa, qurbətən ilallah olmasa, o əməlin gözəlliyi insan üçün bir faydası olmaz. Ona görə bütün əməllər qurbətən ilallah, Allahın razılığı üçün, Allah üçün yerinə yetirilir. Və əuzu, bugünün duasında yenə oxuyuruq ki, və əuzu bikə mimmə yu'zikə. İlahi, bugün sənə əziyyət verməkdən, yəni o əməllər ki, sənə əziyyət verir, onlardan sənə sığınıram. Və əsəluka tövfiq fihi, və bu işlərimdə sənin razılığını əldə etmək üçün, sənə əziyyət verən əməllərdən sənə sığınıram. Bu işlərdə səndən müvəffəqiyyət istəyirəm, səndən tövfiq istəyirəm. Ləən utiəkə və lə əsiyəkə. Çünki yəni, səndən tövfiq istəyirəm ki, sənə itaət edim, sənə asi olmayım. Ya cəvadəs sailin, ey istəyənlərə bəxşiş verən Allah. Necə ki, dedik, Allahın razılığını əldə etmək üçün niyyət mühüm məsələlərdəndir. Həmçinin Allaha əziyyət vermək, o əməllərdən uzaq durmaq o qədər mühümdür. Yəni, Allahın razılığını əldə etmək nə qədər mühüm bir məsələ olduğu kimi, o əməllər ki, Allaha əziyyət verir, onlardan uzaq durmaq da bir o qədər əhəmiyyətlidir. Bəs Allaha əziyyət vermək, təbii ki, bu bir məcazi mənada nəzərdə tutulur. Yəni, o əməllər ki, Allah ondan razı deyil, o əməllər ki, Allahın qəzəbinə səbəb olar, o əməlləri yerinə yetirmək Allaha əziyyət olar. O haqda Qur'an-ı Kərimin Əhzab surəsinin 57-ci ayəsində Allah təbarək və teala belə buyurur: İnnellezîne yu'zûnəllah və rəsuləhü la'anəhumullahu fid-dunya vəl-âxirəti və addallahum əzâben muhin. Deyir, o şəxslər ki, Allaha əziyyət verər və onun Peyğəmbərinə əziyyət verər, Allah dünya və axirətdə onlara lənət eləyər,
onlara əzab vəd olunub. Yəni, bu ayədə deyir ki, Allaha əziyyət vermək, yu'dunəllah, Allaha əziyyət verənlər və Rəsulullah, bir də onun Rəsuluna. Bəs görək, məqsəd nədir? Yəni, dediyimiz kimi, Allaha əziyyət vermək, yəni nə nəzərdə tutulur? Hansı əməllər nəzərdə tutulur? Məcməul Bəyan təfsirində bu ayənin izahında Şeyx Təbərsi, yəni bir çox mənalar, bir çox izahlar verir. Onlardan biri budur ki, Əl-kafirun vəl-munafiqun. Allaha əziyyət verən şəxslər, Peyğəmbər əziyyət verən şəxslər, kafirlər və münafiqlər. Yəni, onlar etdiyi əməllərlə, etdiyi küfürlərlə, münafiqlər etdiyi əməllərlə Allaha və onun Peyğəmbərinə əziyyət vermiş olur. İkinci, Allahın layiq olmadığı sifətlərlə vəsf edənlər. Məsələn, o sifətlər ki, Allahda yoxdur, o sifətlər ki, Allah ona layiq deyil, Allahı o sifətlərlə vəsf etmək. Və ya yuxalifunə əmrə, Allahın əmrlərinin əksinə getmək. Yəni, Allahın buyurduqlarının əksinə getmək, istər bu vacib qismində olsun, yəni yerinə yetirməsi lazım olan, istər də haram olsun, tərk edilməsi qismində olsun. Yəni, o əməllər ki, yerinə yetirməsi vacibdir, bir bəndə onu yerinə yetirmir, o əməllər ki, ondan çəkinmək vacibdir, çəkinmir, onu yerinə yetirir, bu əməl sahibləri Allaha əziyyət vermiş olurlar. Yəni, Allahın əmrinə qarşı çıxmış olur. Allahı məxluqata oxşatmaq. O şəxslər ki, belə bir əqidədədirlər, belə bir iddiadadırlar ki, Allahı məxluqa nisbət verirlər. Allahın əli var, Allahın ayağı var, Allahın taxtı var, Allahın kreslosu var ki, bu cür məsələlərlə Allahı məxluqatlara bənzədirlər. Onlar bunu yadda saxlasınlar ki, onlar bu əqidələri ilə, bu düşüncələri ilə Allaha əziyyət verənlərdəndir, Peyğəmbərə əziyyət verənlərdəndir. Allahı asi olmaq, məsiyyətullah, yəni Allaha əziyyət vermək, Allaha asi olmaq. Bir də və Rəsullahu, yəni onun Peyğəmbərinə əziyyət verməkdən məqsəd odur ki, Peyğəmbərin risalətini inkar edənlər, Peyğəmbərin haqqaniyyətini qəbul etməyənlər, Peyğəmbərə yalançı nisbət verənlər, təksib edənlər, yəni Peyğəmbərə itaət etməyənlər, onun risalətini qəbul etməyənlər də Peyğəmbərə əziyyət verənlərdəndir. Bəs belə bir nəticə əldə edirik bugünün duasından. Hər bir insan Allahın razılığını əldə etməli. O əməllər ki, Allahın razılığını əldə etmək üçün yəni şərtdir. Allahın razılığını əldə etmək üçün o əməlləri yerinə yetirmək lazımdır. Və o əməllərdə də niyyətin Allah üçün olması şərtdir. Və eyni zamanda Allahın qəzəbinə səbəb olan, Allaha əziyyət verən o əməllər ki var, onları tərk etmək mühüm məsələlərdəndir. Allah bizi həqiqi möminlərdən qərar versin. Allah bizi öz nəzərində olan qullarından qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.